hamının evində olan ərzaqlarla sadəcə 15 dəqiqəyə rahatlıqım. Hoppa. Narları götürürük, kəsib, 2 hissəyə bölüb sıxırıq. Narı sıxdıq. Burada məndə 1 stakandır. Tökürəm. Hansı qabda ki bişirəcəksiniz, ona tökürük. Və üzərinə tökürəm şəkəri. Şəkər ağız dadına görədir. İstəyirsiniz az eləyin, istəyirsiniz çox eləyin. Mən 8 xörək qaşığı əlavə edirəm. Bir də kraxmal var, yəni nişasta və qəşəng qatışdırırıq ki, belə dümür-dümür olmasın. Bu qədər. Hasan, aparam qaza balaca xodda bişirməyə. Dayanmadan qatışdırmaq lazımdır. Hardasa bir 7-8 dəqiqə. İsti olandan sonra. Bizə lazımdır sonda qoz əlavə etmək. Bu qədər. İndi bunu bıçaqla xırda-xırda doğrayıram. Belə, baxın, bu şəkildə qatlaşmağa başladı. Dayanmırıq, qatışdırırıq. Üzərinə qoz əlavə edirəm. Çox dadlı olur. İstəsəz fındıq da əlavə edə bilərsiniz, ya da ki, heç nəsiz. 4 gənc qab götürürəm. İçinə yağlı kağızı əzirəm. Belə. İndi ağzını hələ ki bağlamıram, çünki çox qaynardı. Biraz kənarda saxlayıram ki, biraz ilıq temperatur olur. Ondan sonra aparacağım soyuducuya. Aparıram soyuducuya. 2-3 saat bəs eləyir ki, tam özünü tutsun. Hazır oldu. 2-3 saat soyuducuda saxladım. Şəkər pudrası ilə kraxmal. Baxın, nə qəşəng rəngi var. Süper. Qəşəng hər tərəfini nişasta ilə, şəkər pudrası ilə fırladırıq. Çox dadlıdır. Siz də hazırlayın. Nuş olsun. Daha çox rahat reseptlər üçün abunə olun.